Herkese merhaba, sizinle to and enough'ın qaydasını keçəcəyim. To and enough nə deməkdir? Gəlin buna baxaq. To, understanding to, to'nu başa düşək. To nədir? To çox mənasında mənfi hal bildirir. Baxın, mənfi hal. To mənfi hal bildirir. Qaydası to istəgəl sifət, zərf. Nümunələr. This bag is too heavy. Yəni bu çanta çox ağırdır. He runs too fast. O çox sürətli qaçır. Gəlin bunu biz bir dəfə də incələyək. Yəni necə? To, baxın, burada altından da xətt çəkəcəm. Baxın, çox mənasındadır. Amma nədir? Baxın, bu əsaslarından biridir mənfi. Mənfi halda işlənir. Baxın, mənfi halda, bir dəqiqə bunu belə eləsəm. Mənfi halda işlənir. Baxın, enough müsbət halda işlənəcək. To mənfi, baxın, bunun not kimi alsaz da var. To mənfi. Qısacası, yəni çıx. Baxın, o mənada, yəni mənfi. Qaydasını siz buna not alaq. Qaydası, baxın, bunlar çox lazım bu qayda vardır. To'dan sonra isim falan gəlməli deyil. Sifət gəlməlidir və ya zərf gəlməlidir. Bundan başqa heç nə gəlməli deyil. Burada da nümunə verdiyimiz kimi this bag is to. Baxın, bir də ki to'dan, baxın, sifət to'dan sonra gəlməlidir. Sifət to'dan sonra gəlməlidir. İndi enough'da deyəcək onu. Baxın, to sifətdən əvvəl, sifət isə to'dan sonra. Baxın, bir şəkildə ki he to'dan sonra gəlir. Bu düz cümlədir. Yenə fast to'dan sonra gəlir. Bu da düz cümlədir. To isə sifətdən əvvəl gəlir. Düzdür. İndi isə gəlin enough'a baxaq. Enough nədir? Enough yetərincə mənasında işlənir. Bu isə burada müsbət mənasını verir. Enough yetərincə mənasında işlənir. Qaydası sifətdən, zərfdən sonra gəlir. Baxın, sifətdən, zərfdən sonra gəlir. Sifətdən, zərfdən sonra. Yəni, to bilirdik ki, sifətdən, zərfdən əvvəl, amma bu isə sonra gəlir. Qarışdırmırıq. To sifət, zərfdən əvvəl, enough isə sifətdən, zərfdən sonra gəlir. Məsələn, she is tall enough. Baxın, enough'da bir dənə də məsələmiz var ki, enough'da baxın, sifətdən, zərfdən sonra gəlir. Amma əgər isim varsa, to isimdən işləmir. Əgər isim varsa əvvəlində işlənəcək. Məsələn, burada bilirik ki, money nədir? Money isimdir. Noun. Money isimdir. Mən bura to qoyanmaram. Çünki birincisi money isimdir. Sifət deyil. Biz öyrənmişdik ki, to yalnız və yalnız zərf və sifətdən işlənir. Amma burada görürük ki, money bir isimdir və burada yazıldığı kimi ismin əvvəlində gəlir. İsmin əvvəlində. Burada money isimdir, deməli enough isimdən əvvəl gələcək. Amma nə vaxt biz sifət görsək, sifət və ya zərf fərq etməz. O zaman sifət və zərfdən sonra gələcək. İsim olsa əvvəl, sifət və zərf olsa sonra gələcək. Və bunun mənası da bildiyimiz kimi nə olacaq? Yetərincə mənasını verəcək. Gəlin keçək ən son məqamımıza. Müqayisə. Müqayisədə to çox bərabərdir çox, yəni pis mənada, mənfi mənada. He is too tired to work. Enough kifayət qədər. He is strong enough to carry it. Baxın, to çox, yəni mənfi mənada. Baxın, enough kifayət qədər də mənasını verir. Kifayət qədər. Yetərincə və kifayət qədər. Yəni eyni şeylərdir. Əslində, baxın, kifayət qədər mənasını verir. Məsələn, burada görürük, bunu da təhlil edək. Tired gördüyü bir
Zərf mənasında. Burada deməli tired qoyduq. Tired'dən əvvəl to olacaq. Burada to carry gördük. Yəni strong gördük. Baxın, burada çaşa bilərsiniz. Burada to carry görmürük. Baxın, bu bizim üçün heç nədir. Buna baxmırıq. Strong set gördüm. Setdən sonra gələcək. Aha, düz qoyublar. Yəni enough olacaq. Ümid edirəm qaydamızı başa düşmüşsünüzdür. Başa düşdünüzsə, sağ olun. O birisi qaydamızda görüşənədək. Bye bye.